Qəzəbi anlamaq və idarə etmək. Hər birimiz bu anı tanıyırıq. Bir sözün və ya hadisənin təsiri ilə məntiqin susduğu və emosiyaların hakimiyyəti ələ aldığı bu qısa, lakin dağıdıcı anı. Özümüzə nəzarəti anlıq da olsa itirmək, sonradan dərin peşmanlıq və çaşqınlıq yaradan ən çətin təcrübələrdən biridir. Özümüzə nəzarəti hətta qısa bir anlıq belə itirmək hissi insan psixologiyası üçün olduqca çətin qəbul edilir. Bu vəziyyət fərdi münasibətlərdə gərginliyə, peşəkar həyatda isə yanlış qərarlara və nüfuzun zədələnməsinə səbəb ola bilər. Effektiv idarə etməyə gedən yol qəzəbin əslində nə olduğunu anlamaqdan başlayır. Buna görə də ilk növbədə bu güclü duyğunun psixoloji mahiyyətini araşdıraq. Qəzəb insanı tam olaraq ələ keçirən bir hissdir. Bu tərif onun ən fundamental xüsusiyyətini ortaya qoyur. Qəzəb anında məntiqi düşüncə, rasional dəyərləndirmə və şüurlu qərar vermə mexanizmləri arxa plana keçir. Duyğusal reaksiya insanın davranışlarına tam hakim kəsilir və fərd sanki öz iradəsinin xaricində hərəkət etdiyini hiss edir. Bu güclü təsirin əsas səbəbi qəzəbin birbaşa təhlükəyə və ya ədalətsizliyə qarşı primitiv bir müdafiə reaksiyası olmasıdır. Təhlükə anında beynimizin emosional mərkəzi məntiqi idarə edən hissəni qabaqlayır və bu sağ qalmaq üçün formalaşmış qədim bir instinktdir. Lakin məhz bu ələ keçirmə halı, yəni özünə nəzarəti itirmək hissi, fərdin özünə olan inamını və şəxsi bacarıqlarına dair təsəvvürünü ciddi şəkildə sarsıda bilər. Qəzəbi idarə etməyin strategiyası onun üzdə görünən təzahürləri ilə mübarizə aparmaq deyil, onu yaradan dərin psixoloji ehtiyacları və pozulmuş gözləntiləri anlamaqdır. Qəzəb bir nəticədir, səbəb deyil. Araşdırmalar göstərir ki, bu güclü emosiyanın kökündə əsasən iki fundamental psixoloji vəziyyət dayanır. 1. Böyük məyusluq. Qəzəb çox vaxt böyük bir məyusluqdan yaranır. Bu yalnız kiçik bir istəyin yerinə yetirilməməsi deyil, fundamental bir gözləntinin, dəyərin və ya ədalət hissinin pozulması nəticəsində ortaya çıxır. Fərd öz haqqı olduğunu düşündüyü bir nəticəni əldə edə bilmədikdə və ya dərin bir ədalətsizliklə üzləşdikdə yaranan məyusluq enerjisi qəzəbə çevrilir. Bu halda qəzəb pozulmuş tarazlığı bərpa etmək üçün bir cəhd kimi meydana çıxır. 2. Acizlik və gücsüzlük hissi. İkinci əsas səbəb insanı acizliyə və ümidsizliyə sürükləyən gücsüzlük hissidir. Fərd vəziyyətə nəzarət edə bilmədiyini, seçimlərinin məhdud olduğunu və ya təsir gücünün olmadığını hiss etdikdə bu acizlik hissi dözülməz ola bilər. Belə anlarda qəzəb, gücsüzlüyü kompensasiya etmək və itirilmiş nəzarət hissini geri qaytarmaq üçün bir müdafiə mexanizmi olaraq ortaya çıxır. İnsan gücünü bərpa etmək üçün reaktiv və aqressiv bir mövqe tutur. Bəzən bu iki səbəb birlikdə olur. Məsələn, bir şəxs həm haqsızlığa uğradığı üçün dərin məyusluq yaşayır, həm də bu vəziyyəti dəyişdirmək üçün özünü tamamilə gücsüz hiss edir. Məyusluq və gücsüzlüyün bu kompensasiyası ən intensiv və idarə olunmaz qəzəb partlayışlarına yol aça bilər. Qəzəbi idarə etməklə bağlı ən geniş yayılmış yanlış yanaşma, onu daxildə boğmağa
veya tamamilə nəzarət altına almağa çalışmaqdır. Bu məsələnin mahiyyətini anlamaq üçün iki fundamental prinsipi nəzərə almaq lazımdır. 1. Qəzəb həmişə bir çıxış yolu axtarır. Qəzəb yüksək enerjili bir emosiyadır. Bu enerji yox olmur, sadəcə forma dəyişdirir. Onu görməzdən gəlmək və ya daxilə atmaq enerjini sadəcə olaraq təzyiq altında saxlamaq deməkdir. 2. Biz onu nə qədər çox nəzarət altına salmağa və boğmağa çalışsaq, o bir o qədər güclü şəkildə orqanizmə təsir edir. Təzyiq altında saxlanılan emosional enerji zamanla daha da güclənir. Bu, partlamağa hazır olan bir qazana bənzəyir. Təzyiq artdıqca potensial partlayışın gücü də artır. Xəbərdarlıq, qəzəbi boğmaq onu məhv etmir, gücləndirir. Bu iki faktın birləşməsi birbaşa nəticəyə gətirib çıxarır. Qəzəbi boğmaq cəhdi onun daha dağıdıcı bir şəkildə ya ani və nəzarətsiz bir partlayışla, ya pasiv-aqressiv davranışlara, ya da psixosomatik xəstəliklər, miqren, mədə problemləri, yüksək təzyiq şəklində orqanizmə zərər verərək üzə çıxmasına səbəb olur. Əsl hədəf qəzəbi yox etmək deyil, onun daşıdığı mesajı deşifrə edərək enerjini doğru istiqamətə yönəltməkdir. Qəzəblə bağlı düşüncə tərzində bir inqilab etməlisiniz. Ona qarşı mübarizə aparmaq əvəzinə onu dinləməyə başlayın. Qəzəbinizi bir düşmən kimi deyil, pozulmuş bir ehtiyacın və ya qarşılanmamış bir gözləntinin siqnalı kimi qəbul etmək sizə reaksiyalarınızı daha şuurlu şəkildə idarə etmək imkanı verəcək. Bu bilikləri öz emosional təcrübənizi müşahidə etmək və səbəbləri anlamaq üçün bir vasitə kimi istifadə etməyə başlayın. Çünki əsl nəzarət anlayışdan doğur.